Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi min nefsi ve mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve sena'u lillahi rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala alihil ma'suminel mukerreminel muntecebin ve la'nu ala a'daihim ecma'in ila yevmiddin amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadakallahul aliyyul azim. Şükürler olsun Allah'a ki bugün de bize ömür verdi ve verdiği ömürde özün ve dostların bize tanıttırdı. Şükürler olsun Allah'a ki eyiblerimizi örttü. Şükürler olsun Allah'a ki ruzumuzu öz elinde karar verdi ve bizi özünden başka hiç kime mühtaç eləmədi. Allah'ın veri göz Allah'lığına xatir ömrümüzün sonuna kadar bu nimetleri elimizden almasın ve bizi verdiği bütün nimetleri karşısında şükreleyen bendelerinden karar versin. Amin. Aziz müminler, bilirsiniz Hazreti Zehra salamullah aleyhanın şehadetiyle bağlı iki tane tarih var. 20 gün fasileyle birinci tarihi nəzərə görə bugündür, ikinci tarihi nəzərə görə də 20 gün sonradır. Ona görə bu günləri Əyyam-ı Fatimiyyə adlandırıblar. Əyyam, yevm sözünün cəmidir. Əyyam yəni günlər. Əyyam-ı Fatimiyyə yəni Həzrət Fatimə günləri. Həzrət Fatimə salamullah aleyhanın şəhadət günləri. Və şükürlər olsun Allah'a ki, Allah bu tevfiki, bu inayeti bizə lütf elədi ki, Həzrət Zəhra salamullah aleyhanın adını çəkək, adına qurulan məclisdə oturaq və Həzrət Zəhra salamullah aleyhanın həyat yolundan dərs öyrənək. Allah'ın veri Həzrət Zəhra ehtiramına, xanımın şərəf və ləyaqətinə xatir günahlarımızı əff eləsin, eyiblərimizi örtsün və bizi bəndəçiliyinə müvəffəq eləsin. Həzrət Zəhra salamullah aleyha bildiyimiz kimi bəşəriyyət aləminin nümunələrindəndir. Baxmayaraq ki, insan olaraq xanımdır, bir xanım olaraq dünyaya gəlib, bir xanım olaraq yaşayıb, Həzrəti Resulullah sallallahu aleyhi və aleyhi və səlləmin əziz qızıdır. Amma Həzrət Zəhra salamullah aleyha təkcə qadınlar üçün yox, yaranış aləmi üçün nümunədir. Həm qadınlara, həm kişilərə nümunədir. Ümumi olaraq bəşərə nümunədir. Nəinki bəşərə, Həzrət Zəhra yaranış aləminə nümunədir, hətta mələklərə nümunədir. Həzrət Zəhra salamullah aleyhanın barəsində çoxlu rivayətlər var. Həzrətin fəziləti, Həzrətin məqamı, Həzrətin həqiqətən yaranış aləminə nümunə olma məsələləri ki var. Hətta bildiyimiz o ayə ki var, Həzrəti Adəmin xilqətində Allah-u Teala mələklərə buyurdu ki, İnni cailun fil ərzi xəlifə, mən yer üzündə öz xəlifə və nümayəndəmi qərar verəcəyəm, nümayəndəmi qoyacağam. O mələklərin etirazı ki var Bəqərə surəsində keçir, sual verdilər Allaha. Ətəcəlu fiyhə mən yufsidu və yəsfikud dima. Sən fəsad eləyən və qan tökən birini yer üzünə qoyursan. Allah orada bir söz buyurur ki, İnni a'lamu ma la ta'lamun. Mənim bildiklərimi siz bilmirsiniz. Mən bəzi şeylər bilirəm ki, yəni mənim elmim o qədər genişdir ki, sizin onlardan xəbəriniz yoxdur. Siz sadəcə mənim öyrətdiklərimdən xəbərdarsınız. Bəzi sirlər ki, mən sizə açmamışam, mələklərə deyir. Onları bilmirsiniz. Onları bilsiniz, əgər Həzrəti Adəmin niyə yarandığını görərsiniz. Ki onların səbəblərindən biri Həzrəti Zəhra idi. Həzrəti Zəhra salamullah aleyhanın ibadəti idi. Həzrəti Zəhra salamullah aleyha ibadət edəndə
Allah-u Teala mələklərə onu göstərərdi və onun mələklər üçün belə nümunə olduğunu Allah-u Teala vurğulayardı. Odur ki, Həzrəti Zəhra salamullahi aleyha yaranış aləmi üçün qadın kişi fərq eləmir. İnsan deyilən hər bir şəxs üçün və hətta bu aləmdən, yəni insanların yaşadığı aləmdən çıxsaq, digər aləmlər üçün də bir nümunədir. Necə ki, Həzrəti Peyğəmbər bütün aləmlər üçün rəhmətdir ki, Allah özü deyir də və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Peyğəmbərimiz səni bütün aləmlərə rəhmət nümunəsi göndərmişik. Hala o aləmlərdə nələr var, hansı aləmlər var, onların bəhsi, mövzusu başqadır və müxtəlif nəzərlər var. Peyğəmbərdən aləmlər barədə sual elədilər ki, Peyğəmbər namazda biz deyirik, Elhamdülillahi Rabbil aləmin. Şükürlər və həmd məxsusdur aləmlərin Rəbbinə. Aləmlər məlum da bizim bildiyimiz, yəni bir aləmdən getmir söhbət. Nə qədər aləm var bəyəm bizim gördüyümüz bu dünyada. Həzrət Peyğəmbər buyurdu ki, Allah-u Teala 18.000 aləm yaradıb. Və Allah Quranda buyurur və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Peyğəmbər biz səni bu aləmlərin hamısına rəhmət olaraq göndərmişik. Bütün aləmlərin rəhbər və rəhmətidir Həzrət Peyğəmbər. Odur ki, Həzrət Zəhra salamlar da bütün aləmlər üçün nümunədir. Çünki Həzrəti Zəhra bir dənə məqamdadır ki, aləmlərə rəhmət olan Peyğəmbər deyir ki, canım sənə qurban olsun qızım. Yəni, Həzrət Peyğəmbər bunu təkcə atalıq məhəbbətindən demir, təkcə övladıdır deyə demir. Sadəcə Həzrəti Zəhranın davranış və məqamlarına görə deyir ki, canım sənə qurban olsun qızım. Sən mənim anamsan. Niyə? Çünki Həzrəti Zəhra baxmayaraq ki, Həzrəti Peyğəmbərin o lab ən çətin vaxtlarında az yaşlı bir uşaq idi. Yəni 5-6 yaşlarında, məsələn, Peyğəmbərin o müharibə dönəmlərində, o hicrətin əvvəllərində, baxın, amma həqiqətən Həzrəti Peyğəmbərə analıq eləyirdi. Hələ o Məkkədəki dövründə xüsusilə. Mədinədəki daha Həzrət Zəhra böyümüşdü, Mədinədə ailə qurdu. Məkkədəki dövründə xüsusilə o az yaşlarında, 5-6 yaşlarında Həzrət Peyğəmbərə müşriklərin elədiyi zülm və haqsızlıqlar ki var idi, onlara qarşı bir analıq eləyirdi. O məşhur hədis ki var, Peyğəmbər deyirsən, mənim anamsan, onun hadisəsi var idi. Həzrət Peyğəmbər namaz üstündə idi. Bilirsiniz, Peyğəmbər namaz qılanda Həzrət Rəsulullah sallallahu aleyhi və səlləmin o Məkkədəki ən, belə deyik, çətin vaxtları və dönəmi olub, çox incidirdilər onu. Məsələn, keçdiyi yollara tikan tökürdülər. Bunlar bəlli idi, daş tökürdülər, daş atırdılar, uşaqları öyrədirdilər. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm küçədən keçəndə başlayırdılar Peyğəmbərə daş atmağa, Peyğəmbərə məsələn müəyyən hörmətsiz sözlər deməyə, üzr istəyirəm, ağız suların Peyğəmbərin üstünə atmağa, uşaqları öyrədirdilər və bilirdilər ki, bunlara da heç deməyəcək, xüsusilə o uşaqların əli ilə Həzrət Rəsulullaha hörmətsizliklər edirdilər. Bəzən də böyüklər ilə edirdilər, bilirsiniz. Sanki bir adət halı almışdı. Allah bütün əhl-i beyt düşmənlərinə, din düşmənlərinə, insanlıq və haqq düşmənlərinə bütün zamanlarda bu gündə lənət eləsin. Artıq sanki bir adət hal almışdı Məkkədə. O Peyğəmbərin qatı düşmənləri ki var idi, maraqlanardılar ki, kimin heyvanı balalayacaq. Axtarardılar, tapardılar, o balalayan heyvanların ətənəsini götürərdilər Peyğəmbərin üstünə atmaq üçün. Yəni bu pis bir adət halına çevrilmişdi. Bir gün yenə Həzrət Peyğəmbər namaz qılır, Əbu Cəhl götürdü, bir dənə dəvə ətənəsini atdı Peyğəmbərin üstünə. Allah ona lənət eləsin. Həqiqətən, baxın, ada baxın, Əbu Cəhl, cəhalətin atası. Yəni, adların çox böyük təsiri var. Elə bu günləri bizim mövzumuz Həzrət Zəhranın bir dənə adının üstündədir. Yəni, adlar heç kimə belə qoyulmur. Adların bəzən sonradan verilən ləqəblər xüsusiyyətlərə görə verilir. Həzrət Peyğəmbər də buyurur ki, adın insanda təsiri var da. Bəzən elə əvvəldən görürsən bir dənə ad qoyurlar uşağa. Sonra gəlir o ad onda öz təsirini buraxır. Peyğəmbər ona görə buyurur ki,
Düzdür, həmişə övladlar valideynə borcludular, belə deyək də. Həmişə valideynlərimiz qarşısında biz cavabdehlik daşıyırıq, məsuliyyət var boynumuzda və haqları çox böyükdür, həddən artıq. Eyni zamanda Həzrət Peyğəmbər buyurur, bəzi yerlər var ki, valideynlər sözün qabağınızda cavabdehlik daşıyır. Sizin onların boynunda haqqınız var və onlar sizə borcludular. Ya Resulallah, hardadır deyir? Birincisi budur. Birincisi özdə budur. Dünyaya gələndə siz övladlarına gözəl ad qoysunlar. Niyə? Çünki adın təsiri var. Gətirdi bir dənə dəvənin, bu nadanlığın atasıdır da bu, cəhalətin atasıdır. Götürdü bir dənə dəvənin ətənəsini atdı Peyğəmbərin üstünə. Peyğəmbər namaz qılır. Peyğəmbər namazdan qurtardı. Həzrət Zəhra 5-6 yaşında deyib bir dənə uşaqdır. Qaçdı atasının üstünə ağlaya-ağlaya. Görür də, xüsusilə qız övladlarının ataya bağlılığı məxsus olar və çox olar. Oğlandan çox olar. Ağlaya-ağlaya xanım qaçdı Peyğəmbərin üstünə və başladı Peyğəmbərin o üstündəki o natəmiz şeyləri təmizləməyə. Su götürüb, bacardığı qədər, 5-6 yaşında uşaq, məsələn, nə qədər iş bacarar, o qədər. Su götürüb Peyğəmbərin əl-üzünü yuyur. Peyğəmbərin üstün belə bizim dildə deyək, çırpır, təmizləyir, sunan yuyur, əllərin yuyur. Axı o, bilirsiniz də ətənə necə olur. Peyğəmbər orada buyurdu, fədaha əbuha, aton sənə qurban olsun Fatimə. Yəni o sözün, deyək, şənin üzulu var, o ayələrdə var, nazil olma səbəbi o. Sözün deyilmi, bir yerdə deməyib Peyğəmbər, bunu çox idi. Biri bu idi. Biri bu idi. Dedi, Fatimə, mən aton Peyğəmbər sənə qurban olum. Ənti ummi əbiha. Sən elə bir qızsan ki, atovun anasısan. Niyə? Deyirsin ki, Həzrət Peyğəmbərin anası yox idi ki. Bilirsiniz, Həzrət Peyğəmbər atasını görməyib, anasını 6 yaşa qədər görüb, sonra yetim qalıb. Həzrət Zəhra bir nəfər o cür olsa, gəlsə və ona o qayğını kim göstərər? Anası. İndi bu qayğını Həzrət Rəsulullah'a Həzrət Zəhra göstərir. Orada o Ummi Əbiha ki deyir Həzrət Fatiməyə atasının anası, atasının anası. Burada dedi Peyğəmbər. Dedi Fatimə, sən mənə üçün bir işlər görürsən ki, elə bir ki, bunları mənə anam eləməlidir, indi sən eləyirsən. Bunları mənə anam eləməlidir, indi sən eləyirsən. Bir oğul gələ məsələn üstü başı bulaşıq, narahat, özdə xüsusilə zülmə məruz qalmış bir oğul. Ana necə can yandırar onun üçün? Həzrət Fatimə 5-6 yaşında Peyğəmbərə o canı yandırırdı. Yəni, səbəbsiz deyilməyib o söz ki, Peyğəmbər, Fatimə can, Peyğəmbər buyurdu, sən mənim anamsan. Dedi, analıq edirsən mənə qızım, bu öz də kiçik yaşında. Allah bu zalimların bəlasını versin. Bütün zamandakı zalimlara Allah lənət eləsin. Peyğəmbərin həqiqətən 5 yaşlı bir uşaq qayğısını çəkirdi, özü də ana kimi. Bilirsiniz də, Həzrət Peyğəmbər nəfsani bir söz deməz ki, Quran deyir və ma yantiqu anil həva. İn huve illa vəhyun yuha. Nəcm surəsinin əvvəlində Allah 4-5-ci ayələrdə buyurur ki, Peyğəmbər özündən bir söz deməz. Peyğəmbər qohumluq əlaqəsinə görə də bir söz deməz. Peyğəmbər şəxsi maraqlara görə də bir söz deməz. Necə ki, özünün kəlamıdır buyurur ki, o insanlar ki, mənim yolumu qəbul ediblər, mənimlə qan qohumluqları olmasa da, mənim qohumlarım əqrabam və yaxınlarımdırlar. Əqraba mənasının, sözünün mənası ilə yaxın deməkdir. Yəni, bizim dediyimiz qohum. Deyir, onlar ki, mənim yolumu qəbul ediblər, qan qohumluqları mənim olmasa da mənim qohumumdular. Onlar ki, mənimlə qan qohumluqları var, amma mənim yolumu, dinimi qəbul eləməyiblər, onlar mənim qohumum deyirlər. Bu söz də yenə istinadən hara söykənir? Allahın sözünə. Həzrəti Nuh deyəndə ki, Allah bəs oğlum batır axı dedi, İnnahu leysə min əhlik. O sənin əhlindən deyil, İnnahu əməlun qeyru salih. Çünki o günahkardır və qeyri əməli salih. Yəni, əməli salihlikdən ki, insan çıxdı, Peyğəmbərin qardaşı da olsa düşmən olar ona. İmamın qardaşı da olsa ona düşmən olar və onlar nəfs sözündən bir söz demədir. Necə ki, tarix sübut edir. Məsələn, İmam Əskər əleyhissalamın qardaşı. İmam Hadi ağanın oğlu idi da. Bir dənə imamın oğlu idi, bir dənə imamın qardaşı idi. Bir dənə də imamın əmisi idi. Yəni, Həzrəti Hüccət əleyhissalamın da əmisi idi. Cəfər-i Kəzzab. Düz yolda olmadığına görə tarixə düşdü Kəzzab kimi, yalancı Cəfər kimi. Yəni, bunlar
heç vaxt. İndi məsələn İmam Zaman əleyhissalam bilirsiniz onun qəziyyəsində İmam Zaman əleyhissalam ki ilk dəfə cəmiyyət qarşısına çıxdı. İmam Əskər əleyhissalamın dəfn mərasimində cənazə namazını qılmaq üçün ki əmisi Cəfər qabağa keçmişdi. İmam Zaman əleyhissalam gəldi əli ilə onu kənarlaşdırdı oradan. Deyirdi ki, yoxdur da əmimdir də, böyükdür, mən buna söz deyə bilmərəm. Yox, İslamda belə məsələ yoxdur. Yəni Peyğəmbər bu sözü bütün o atalıq, o şəfqət, mehribançılıq, qayğı, diqqət bir tərəfə, bir də o mənəvi məqam ki görür Həzrəti Zəhrada, ona görə deyir bu, Həzrət Peyğəmbər bilirdi Həzrəti Zəhra kimdir. Yəni Həzrət Peyğəmbərin Həzrəti Zəhranın məqamı üçün söhbət bugün ona elədiyi yardımdan irəli gəlmir ki, bilə ki, Mesela 5 yaşında uşaq var, amma başqa bir düşüncədə, böyük bir düşüncədə. Bugündən irəli gəlmirdi ki, Həzrət Zəhranın dünyaya gəlişi bilirsiniz bir tarixdir. Meyracdan sonra bu hadisələr baş verdi də. Yəni, əcib qərib işlər var idi. Çox qəribə şeylər var idi. Həzrəti Cəbrail Peyğəmbərə bilirsiniz də alma gətirdi. Evə 40 gün getməməsini əmr elədi. Həzrət Peyğəmbər bilirdi dünyaya gələn uşaq fərqlidir. Hətta tarixdə var, bir gün gəldi, evə daxil oldu. Həzrəti Peyğəmbər, xanım Xədicə salamlı aleyha, ki Həzrət Zəhra salamlı aleyhanın anasıdır. Evdə təkdir, heç kim yoxdur. Həzrət Peyğəmbər içəri gələndə qapının çölündən artıq eşidir də, duyur. Gördü ki, xanım Xədicə kiminləsə danışır. Xanım Xədicə kiminləsə danışır. Həmən o ağır vaxtlardır da elə bil. Həzrət Xədicə kiminləsə danışır. Gəldi, girdi içəri, gördü xanım danışır. Həzrət Peyğəmbər belə deyir, bəzən sual olur, deyirlər ki, məsələn, Peyğəmbər bilmirdi, orada nə söhbət gedir, sual verdi. Yox, məsələn, Peyğəmbər sualı verdi, biz də bilək. Bəzən Allahın Peyğəmbərlərə sualı var. Allah onun cavabını bilmir. O cavabı Allah öyrədir. Onun qəlbində yələm mafis sudurda da Allah üçün bu sözlər keçərli deyil ki. Amma suallar bəzən niyə verilir? Biz də bilək. Diyalog yaransın. O sirlər ortaya çıxsın. Məsələn, bəzi tarixlər var, Həzrəti Əli əleyhissalam Həzrəti Əbəlfəzə sual verir. Niyə? Həzrəti Əli bilir Həzrəti Əbəlfəz bu addımı niyə atdı? Oğludur. Və o hər tərəfini bilir. Qeyb tərəfində bilir, bu tərəfində bilir. Amma Həzrət Əli o sualı verməsə cəmiyyət içində Həzrət Əbəlfəzə, Həzrət Əbəlfəz o cavabı verməsə biz bilməyəcəyik. Həzrət Əli sual verir. Həzrət Peyğəmbər bilir məsələ nədir. Amma istəyir biz də bilək. Girdi gördü, heç kim yox dedi, xanım Xədicə kiminləsə danışır. Yəni Həzrət Zəhra salamlı aleyhaya hamilə olan dövründə salam verdi. Dedi, xanım kiminlə danışırsan? Dedi, bətnimdəki uşaqla. Peyğəmbər buyurdu ki, nə deyir, nə danışırsan? Yəni, Peyğəmbər oradan bilir Həzrəti Zəhra kimdir, bu körpə kimdir. Deyir, dedi ki, elə hey mənə tez-tez deyir ki, ana narahat olma, atam qələbə çalacaq, bu əziyyətlər keçəlidir. Ana bətnində, rivayətdədir bu. Xanım Zəhra anasına təsəlli verir. Çünki Həzrət Zəhradan qabaq bu çətinlikləri kim görmüşdü? Xanım Xədicə. Həzrət Peyğəmbər o hörmətsizliklər, o təzyiqlər, o zülümlər, o xoşa gəlməz işlər, hamısı baş verir Həzrət Peyğəmbərin üstündə. Hara gəlir? Xanım Xədicənin yanına. Hə? Deyir, Peyğəmbər dedi, nə danışırsan, o uşaq nə deyir? Xanım Xədicə ərz elədi ki, ya Rasulallah, deyir ki, ana narahat olma. Hədis buzudur. Ya ummah, la təhzəni. Ana, qəmlənmə. Atam qələbə çalacaq. Atamın dini qələbə çalacaq. Narahat olma. Peyğəmbər bilirdi bu kimdir. Ona görə deyir ki, atın sənə qurban olsun. Fatiməcə, sən mənim anamsan. Hətta Peyğəmbər o qədər Həzrəti Zəhranın o böyüklüyün bilirdi. Hələ onun dalında başqa sirlər var ha. Onun dalında İmam Sadiq əleyhissalam buyurur ki, elə bir Peyğəmbər olmadı. Həzrəti Zəhranın həqqaniyyətin təsdiqləmədən Peyğəmbərliyə çata. İmam Sadiq ağanın hədisidir. İndi bir dənə yer var. Həzrət Peyğəmbər gəlir Həzrət Zəhra salamlı aleyha. Peyğəmbərə ya Rasulallah deyir.
Bu özü böyük bir şeydir. Peygamberler bunun hakkaniyyətinə şəhadət verib peyğəmbər olurlar. Şimdi bir nəfərdir gəlib bu peyğəmbərə ey Allahın rəsulu deyir. Bu çox böyük bir şeydir, çox gözəl bir şeydir. Amma Həzrət Peyğəmbər deyir ki, qızım olar bir xahiş edeyim. Bəli ata, xahiş nədir? Əmr elə. Deyir, sən mənə ata deyəndə çox xoş olur mənə. Sən mənə ata de ki, mən Peyğəmbər onu ilə fəxr edir ki, Fatimə mənə atadır. Həzrət Fatimə üçün Peyğəmbərdən başqa ata yoxdur. Həzrət Fatimə bəşəriyyət aləminə analıq edib. Peyğəmbərlərə analıq edib. Nümunəvi cəhətindən. Peyğəmbər deyir, qızım, sən mənə olar ata deyib səsləyəsən. Cəmaət ya Rasulallah deyir də, sən Rasulallah demə. Sən mənə ata deyilən. Çox bağlı məsələlər var burada. Yəni, bir-birinə bağlı zəncirvari məsələlər var ki, bunlar, bayaq dediyim, o atalıq hissi bir başqa məsələ. Bir də var o mənəvi məqamları ki, Peyğəmbər görür. Mənəvi məqamlar. Onlar çox fərqli bir şeydir. İmam Sadiq əleyhissalam buyurur ki, Qədir gecəsi üçün ki, bir belə fəzilətlər sahiblərə, Qədir gecəsi məyər anam Zəhradan başqa bir şeydir. İmam Sadiq deyir, məyər anam Zəhranı tanımayanlar Qədir gecəsinin başa mı düşə bilər? Nədir axı bu? Nədir axı bu? Çox məsələlər var bu üçün. Deyirlər, elə biri budur ki, niyə Həzrət Zəhra Qədir gecəsidir? İmam Sadiq deyir ki, Leylədir də, bir dənə qaranlıq sirləri açılmamış varlıqdır mənim anam. Leylətul Qədr ki var ha, Leylə yəni gecə də. İmam Sadiq deyir, mənim anam sirləri açılmamış bir qaranlıq aləmdir. Heç kimin xəbəri olmadı ki, bu gələn, gedən kim idi. Ona görə biz Həzrət Zəhra salamın aleyhadan bir nümunə kimi istifadə eləməliyik. O nümunələri mən qısa deyim, mən çatmasa da qalar inşallah gələn dəfəki söhbətimizdə davam edərik. Həzrət Zəhra salamın aleyhanın bəyaqları qeyd elədik ki, adların insanlarda təsiri var və səbəbləri var. Həzrət Zəhra salamın aleyhanın da adlarının təsiri var və səbəbi var. Yəni, səbəbsiz yerə o adlar qoyulmayıb. Bizim bütün müqəddəslərimiz bu cürdürlər. Həzrət Peyğəmbərin adlarına baxın. Bəyənilən. Həzrət Peyğəmbəri bəyənməyən biri yoxdur. Yəni, əql sahibləri, düşüncə sahibləri, o inkar edənlərdən gedmir ha söhbət. İnkar edən Allahı da inkar edir. Məsələ budur, ağıl düşüncə sahibləri ki var, bu bəyəniləndir. Və eyni zamanda Peyğəmbəri görən ona vurulurdu. Hamı onu bəyənirdi. Hətta müşriklər də, hətta kafirlər də, hətta düşmənlər də. Adların bir səbəbləri var ki, Həzrət Əleyhisselamın adının və yaxud digərlərinin, elədir. Həzrət Əleyhisselamın təşəkkür, ləqəblərindən biri nədir? Əsədullahil Qalib. Allahın həmişə qələbə çalan şirri. Əsədullahil Qalib. Həzrət Əleyhisselamın ləqəblərindən biri, məsələn, Murtəza. Kimdir Murtəza? O şəxs ki, o Allahdan razıdır, Allah ondan razıdır. Bariz nümunəsidir Həzrət Əleyhisselamda. Yəni, ləqəblər elə belə verilməmişdi ona. Əbu Turab, torpaq atası. Daimən torpaq üstündə otur. Təvazukarlığından bu ləqəb ona verilmişdi. Daimən torpaq üstündə əyləşirdi. Hətta Quranda bir dənə ayə var. Bəzi təfsirçilər deyirlər ki, elə bu oldu. Bu oldu. Nəbə surəsinin 40-cı ayəsi. Nəbə surəsi 40 ayədən ibarətdir. 30-cu cüzün 1-ci surəsi. 40 ayədən ibarətdir. Sonuncu ayəsidir bu 40-cı ayəsi. Deyir, və yəqulul kafiru ya leytəni kuntu turaba. Ayənin tərcüməsi belədir. Kafir qiyamətin günündə deyəcək. Kaş torpaq olaydım. Təfsirdə deyirlər ki, kafirlər deyəcək, kaş Əbu Turabın davamçısı olaydıq. Və burada bütün qiyamət bunun əlindədir ki. Yəni, səbəbsiz verilməyib bu adlar. Həzrət Zəhra salamın aleyhanın adları ki var, o ləqəbləri ki var, onlar heç biri səbəbsiz verilməyib. Onların birinin, inşallah, bəzi mənalarını deyək, çox vaxtımız almayaq, birinin ikisini deyək, qalanların da növbəti məclisdə inşallah qeyd eləyərik. Dedik ki, Həzrət Zəhra salamın aleyha bəşəriyyət aləmindən nümunədir. Həzrət Zəhra bütün rəftarı ilə bizə nümunə olur. Və Həzrət Zəhranı biz bu cür qəbul eləməliyik. Yəni, bizə nümunə olmaq üçün qəbul eləməliyik. Həzrət Zəhranı biz bizə nümunə olmaq üçün qəbul eləməliyik.
Mən Həzrət Zəhranın məclisinə gəlim, oturum, sonra gedim məsələn evdə dava eləyim, evdəkiləri acılayım. Bunun heç bir mənası olmaz. Həzrət Zəhra məsələn məclisinə gəlim, deyim mən Zəhra tabancısıyam, sonra məsələn övladı vurum, bu Zəhra yolu olmadı. Yəni Həzrət Zəhra bunun üçün deyir ki, biz gələk ona ağlayaq, çıxaq gedək. Həzrət Zəhra bunun üçün ki, biz düzələk. Onu qabağımıza örnək qoyaq. Və mən bir dənə də məsələni deyim, bəzən görürsən, nümunə deyəndə bu şəxsiyyətlərimizi görə başda Həzrət Zəhra dayanır, salamullah əleyha. Bəziləri deyirlər ki, məsələn, 1400 il bundan qabaq yaşamış bir ailə tərzin bugünə nöş çəkirsiniz. Bu günləri var, gündəmdə, ictimaiyyətimizdə bu suallar və etirazlar bir növ. Baxın, bəzi məsələlər var, bəli, biz 1400 il bundan qabaqla müqayisə eləməməliyik. Məsələn, bu günləri İslam belə bunu qəbul eləmir. Sən gələsən evdəkilərə desən ki, biz qumun üstündə yaşamalıyıq, çünki Həzrət Zəhra qumun üstündə yaşayıb. Bilirsiniz də, o tarixi bilirsiniz, Həzrət Zəhra salamlar əleyhana ki, Həzrət Əmir əleyhissalam ailə qururdu, evləri də yox idi ki. Mən bilmirəm Allah o kişiyə hansı evləri verib. Bəzi şəxsiyyətlər var, oradan onların şəxsiyyətini düşünmək adama ağırlıq eləyir. Yəni düşünə bilmirlər, çünki mən naqisəm və acizəm və günahkaram, bədbəxtəm, onu dərk eləyə bilmirəm nədir. Məsələn, heybət kişi kimi kişilər. Bibi heybət. Yəni həkimə xanımı evində saxlayan heybət. Mən düşünə bilmirəm o hansı səviyyənin şəxsiyyətidir ki, məsumun namusu onun evində bir ömür gizlənib və yaşayır. Bu dərk olunmaz bir şeydir. Peyğəmbərin namusudur, Həzrət Rəsulullahın namusudur Həzrət Həkimə. Həzrət Əlinin namusudur Həzrət Həkimə. Bu heybət kişi nə qədər kişi olub ki, Həzrət Əlinin namusunun qulluqçusu və qoruyucusu olub. Yəni, mənim düşüncəmdən yuxarıdır. İndi bir nəfərin də adını çəkirəm, baxın, doğrudan mən həmişə bu qəziyyə mən oxuyanda, görəndə, eşidəndə həmişə zehnimə gəlir, amma Allahım görürsən, bilmir də, insan onu görməsə başa düşə bilməz. Nə vermirsən sən görəsən indi ona? Allah da rəhmən rahimdir, Allah kiməsə borclu qalmaz ki. Əbu Əyyub Ənsari. Mədinəli bir kişi vardı, Əbu Əyyub Ənsari. O Əbu Əyyub Ənsari ki, Peyğəmbərə də ev vermişdi. Bir neçə dənə ev var idi, evləri çox idi. Həzrət Peyğəmbər dedi ki, Əbu Əyyubu çağırır. Əbu Əyyub Ənsari gəldi. Bəli, ya Resulullah. Nə əmrin, nə qulluğun. Dedi ki, bəs da bilirsən də, qızım Zəhranla həm oğlum Əli ailə qurur, evləri də yoxdur. Evlərindən birin kirayəyə verə bilərsən. Dedi, ya Resulullah, qurbandır. Mənim üçün bundan böyük bir şərəf ola bilərmi ki, mənim Allahın Rəsulu çağıra, Həzrət Əli ilə Həzrət Zəhra kimi bir gəncin qalması üçün məndən yer istəyə, qurbandır. Evlərinin birini verdi Həzrət Əmir Əl-Mömin Əleyhisselam, Həzrət Peyğəmbərin ixtiyarı dedi, bu ev bunların. Deyir, gəldilər, normal halda, yəni o hal bugün də davam edir də, bir ev götürürsənsə, gedib o evə baxırsan da, deyir, gəldilər evə baxdılar, gördülər ki, evin içi kəsəydi. Kəsəydi, kəsəyin üstündə oturmaq olmaz ki, yatmaq olmaz ki, durmaq olmaz ki. Həzrət Əmir Əleyhisselam qum daşıdı, qumdan düzəltdi. Yəni, elə bir ki, polun remont elədi, indiki dildə deyək. Biz demirik ki, deyirləri, o vaxtın ailəsi idi, o hindiyə niyə çəkirsə onu? Yox, biz bunu demirik. Və bu günləri biz demirik ki, xanımlar əl dəyirmanı ilə un üyüdməlidirlər. Çünki Həzrət Zəhra belirli, yox. Biz müəyyən texnoloji, şərait məsələlərini demirik ki. Amma insani dəyərlər ki, dəyişmir. Həzrət Zəhra ilə həmişə nümunədir də. İnsani dəyərlər ki, dəyişmir. Bizim sözümüz bu da Həzrət Zəhra nümunədir. Yəni, məsələn, mən deyirəm ki, Həzrət Zəhranı özümə nümunə götürməliyəm. Buna görə ki, ədəbli olun. Buna görə ki, mərifətli olun. Buna görə ki, imanlı olun. Buna görə ki, təqvalı olun. Buna görə ki, əxlaqlı olun. Buna görə yox ki, qumda yaşayayım. Yox, bunu İslam demir. Həzrət Zəhranın həyat yolu, davranışı dəyişməz və köhnəlməz bir dəyərlərə malikdir. Çünki bu insanlıq dəyəridir də.
Gözəllik elə 1 milyon il bundan qabaq da gözəllik idi, bugün də gözəllikdir. Həzrət Zəhra salamları yanı bir üstad bildiyiniz ləqəbləri var, bilmədiyiniz ləqəbləri var. Sonra onun belə deyək də, qeyri-məşhur ləqəblərindən biri Haniyədir. Haniyə. Həzrət Zəhranın adlarından biri Haniyədir. Haniyə xanım. Həzrət Zəhranın adıdır. Haniyə ərəb dilində 2 cür yazılır. Bir o yumuşaq hımla yazılır, o hayə həvvəz ki deyənlər, 2 gözlü hımla yazılır. Bir də hayə Həsən deyənlər də, o Həsən yazılan, yəni o boğaz hı ki var, Bismillah'daki hı. O Rəhmanla Rəhimdəki. Allahın hısı hayə həvvəzdir, Rəhmanla Rəhimdə də o boğaz hısıdır da bilirsiniz. Ərəb dilində hər 2 hı ilə yazılan haniyə sözü var. Bilirsiniz də, hərflərlə yazılış dəyişdirsə, məna dəyişir. 2 gözlü hı ilə yazılsa haniyə mənası olur gözəl, xoşqədəm, uğurlu, bərəkətli. Hətta haniyə sözünün mənasının bir bilirsiniz nədir? Nuş. Bizim bildiyimiz nuş. İndi deyim, bəzilərimiz deyəcək ki, hə, eşitmişik bu sözü məclislərdə, mollaların süfrə duasından. Həniən lil akilin və bərəkətən lil bazilin. Sihhətən və salamətən lil hadirin vəl qaibin vəl calisin vəl musafirin sayırlara süfrə duasında. Həniən lil akilin sənədir, yiyənlərə nuş olsun. Həmən sözdəndir, 2 gözlü hına. Həniən, həmən haniyədəndir. Haniyə 2 gözlü hına yazılsa olur, yəni xoşbəxt, xoşqədəm, gözəl, uğurlu, bərəkətli, ayağı xeyirli, bərəkətli. Bir də var boğaz hısına, haniyə. Həzrət Zəhranın adı boğaz hısına yazılır. Haniyə xanımdır Həzrət Zəhra salamları. Haniyə nədir? Yəni mehriban. Kimə qarşı mehriban? Deyir, özündən qıraqda hər kim varsa onlara qarşı mehriban olan şəxsə deyərlər haniyə. Ki bunların içində, bunların hamısının özlərinin sıralaması var da. Bunların içində o sıra sayları var. Mehribandır kimə qarşı? Birinci valideyninə qarşı. İkinci, həyat yoldaşına qarşı. Üçüncü, övladlarına qarşı. Dördüncü, evdən çıxdı da artıq qonşularına. Beşinci, ümmətə. Yəni, elə belə deyilmi bu söz? Həzrət Zəhranın ləqəbi haniyədir. Yəni, mehriban idi atasına. Baxın, hər bir insanın birinci vəzifəsi kimin qarşısında olur? Valideynin. İstəyir oğlan olsun, istəyir qız olsun. Hər bir göz açan körpə kimi görür birinci? Həyat yoldaşını görmür ki, atasını, anasını görür. İstəyir oğlan olsun, istəyir qız olsun. Elə deyil. Deməli, hər bir insanın ilk vəzifəsi, önəmli məsələ deyə baxın, ilk vəzifəsi ya, bəndə kimi ilk vəzifəsi hər bir insanın kimə nisbətdir? Bəndə kimi ya, valideyninə. Niyə? Çünki artıq uşaq ki böyüdü, yavaş-yavaş boya başa çatdı, valideyninə qarşı ondan bəzi şeylər Allah istəyir, amma özünə qarşı istəmir. Elədir. Evin içində o davranışlar ki var, artıq Allah vacib eləməsə də, övladın, məsələn, Həzrət Peyğəmbərə göstəriş verir, Həzrət Peyğəmbər də bizə göstəriş verir də, ki, müəyyən bir yaş haddına qədər uşağın sərbəst buraxın, uşaqlığın eləsin. Sonra artıq müəyyən, bir namaz məsələsi. Həzrət Rəsullahın hədisidir, Həzrət Peyğəmbər buyurur ki, 7 yaşından uşaqlarınıza namaz öyrədin. Niyə? Ta namaz buna vacib olanacan namaza öyrəşsin. Qız övladlarınızın başına hicab örtün. Niyə? Hicab buna vacib olanda ona öyrəşsin. Birdən-birə gəlsən, mesela 15 yaşında bilen uşağı deyirsən, bunu eləmə, bunu elə, onda biraz aləm deyil bilir. Həzrət Peyğəmbər deyir ki, 7 yaşından uşaqlarınıza namaz öyrədin, namaz qıldırın. Baxın, bizə olan o vacibatlar ki var ha, ən çətini hardadır? Mesela sübh.
Demir ki, sübhə durğuz günə 8 yaşlı uşağı. Hadi günorta yanında saxla da yanında. Lazım deyil. Saat 4'də qalmış uşağı durğuzasın. Dur sübh namazını qıl. Nə qədər ki ona vacib olmayıb. Hə? Amma günorta saxlaya bilirsən yanında. Axşam ki saxlaya. Da axşam elə də deyil bunu. Peyğəmbər deyir ha elə. Peyğəmbər deyir ki elə. Həzrət Zəhra salamlar aleyha. Yəni o mehribançılığını bütün mərhələlərdə zaman kamil formada göstərirdi. Çünki birinci mehribançılığı kimə göstərməlidirsən? Valideyninə. Yəni bu ad buna başına verilməyib, boşuna verilməyib. Valideyninə. Həzrəti Peyğəmbər nə vaxt içəri girirdisə, Həzrət Zəhra salamullah aleyha mütləq ayağa dururdu. Mütləq. O mənəvi məqamları qoy qırağa, o Rəsulullahlığı qoy qırağa. Həzrət Zəhra məlumdur da bu kişidən tərbiyə alan uşaq necə olar? Heç olmadı ki, Həzrəti Peyğəmbər içəri girəndə Həzrət Zəhra ayağa durmaya. Eyni zamanda deyirlər, əksi də bu cürdür tarixdə. Heç olmadı ki, Həzrət Zəhra gələ içəri daxil ola, Peyğəmbər ayağa durmaya. Həzrət Zəhra ayağa durdu, məlum. Atanın ayağına durarlar da. Bilirsiniz də, ata belə deyək bir mənada da, yəni elə belə özümdən demirəm ha bunu ya, hədisin deyəcəyəm. Evin Peyğəmbəridir də. Həzrət Peyğəmbər deyir, duaul valid li vələdihi kə duain nəbi li ümmətihi. Atanın övladına duası Peyğəmbərin ümmətinə duası kimidir. Necə Allah bir Peyğəmbərin ümməti üçün elədiyi duanı qəbul edir? Atanın da oğul üçün elədiyi duanı, övlad üçün, qız üçün elədiyi duanı qəbul edir. Hətta bilirsiniz də, hətta. Düzdür, rəhbər deyir, burada ana da var. Rəhbərin bu hədisin izahında, şərhində rəhbər məzdən buyurur ki, bu duaya ana da daxildir bu hədisə. Bəzi alimlər deyirlər ki, yox, elə söhbət burada atadan gedir. Söhbət burada, çünki valideyn deyilmir. Valid deyilir, hələ olanla işimiz yoxdur. Yəni, evdə bir Peyğəmbər kimidir də, ata. Bu məlum indi, övlad buna hörmət eləməlidir də. Bu Həzrət Rəsulullah bir ki, Allahın rəsuludur, bir rəsul üçün buna hörmət eləməlidir. Allahın elçisidir, bir Allah elçisi kimi. Bir də atadır da. İndi deyir, amma əksi də var idi bunun. Həzrət Peyğəmbər də Həzrət Fatimə üçün evə daxil olursa, ayağa dururdu. Həzrət Zəhra salamlarına birinci o mehribançılığın, atasına göstərib. Necə ki, bu özü bilirsiniz nədir? Bugünkü, məsələn, əziz balalarımız ki var, o qızlar ki var, qız övladları, Allah hamısını xoşbəxt eləsin inşallah Həzrət Zəhraya xatir. Bu nümunə olmalıdır. İstənilən halda, bütün hallarda. Yəni, bilirsiniz necə? İndi bəzən olur da, ailə qurandan sonra oğlan övladlarında da olur, qız övladlarında da olur. Valideynə qarşı məsələn müəyyən münasibətlər soyur və dəyişir. Həzrət Zəhra bizə bunu göstərir ki, dəyişməməlidir. Ata yerində, sənin də övladlığın yerində. Ailə qurmusanın mənası yox, sən övladlıqdan çıxdın, böyüdün. Yox, sən elə, analar, nə deyərlər, xüsusilə analar bir söz çox deyər. Məsələn, atalar üçün də odur, amma atalar onu ləfsi olaraq dillərinə gətirməzlər də. Uşağın 50 yaşlı olsa, ona məsələn, görürsən, bəzən doğrudan 5 yaşlı uşaq kimi davranır. Və hətta bəzən övlad da narasılıq evində düşəb olur. Sən elə mənim üçün, o qundaqdakı, beşikdəki uşaqsan da, sənin mənim üçün fərqi yoxdur. Sənin üçün zaman keçə bilər. Ana üçün övladının nisbətində zaman keçmir. Elə onun körpəsidir. Həzrət Zəhra bunu öyrədir bizə. Xüsusilə qız övladlarımıza. Təbii ki, bizə də aiddir elə. Oğlanlarda da olur da bir dəyişiklik. Deyir ki, yox, ailə qursun da, köçsün də, valideynə qarşı olan itaətin, kiçiliyin və mehribançılığın yerində qalmalıdır. Xəndəq müharibəsi, o məşhur müharibə bilirsiniz. Həzrəti Peyğəmbər, mən laf qısa deyirəm, olan üstündən keçirəm, tamam, elə o birilər qalar inşallah o bir xüsusiyyətlər. Həzrət Peyğəmbər işləyir, külünk vurur. O xəndəyi qazıyırlar, xəndəq müharibəsinə hazırlıq gedir Mədinənin ətrafında. Həzrət Peyğəmbər gördü ki, Həzrət Zəhra salamlı aleyha gəldi, 2 dənə balaca çörək uzatdı Həzrəti Rəsulullaha sallallahu aleyhi və səlləm. Həzrət Peyğəmbər çörəkləri aldı, dedi, qızım, yəni vəziyyət o elə çətin durumlar ki, qızım, hardan əldə eləmişsiniz bunu? Dedi ki, Həzrəti Əmir əleyhissalam qazanıb gətirib, belə deyək də, uşaqlar üçün hazırlamışdım,
Dedim birdən ac olarsınız, sizə də gətirdim. Atacan. Həzrət Peyğəmbər aldı çörəkləri dedi. Qızım 2 gün idi dilimə heç nə dəymirdi. 2 gün idi dilimə heç nə dəymirdi. Yəni baxın Həzrət Zəhra ailə qurub uşaqlar üçün pişirmişəm sən nə deyir? Artıq İmam Həsən dünyaya gəlib, İmam Hüseyn dünyaya gəlib, xanım Zeynəb var, Ümmü Kulsum var, evdə 4 dənə uşaq var. Hə? Ata yaddan çıxmır. Uşaqları yedizdirib, o qalan çörəkləri götürüb gəlib Həzrət Rəsullahın yanına. Yəni Həzrət Zəhra bu nümunədir bizə. Nə olur olsun, hara gedirik gedək, ailə quraq, bizim də övladlar üzr istəyirən böyüklərin qabağında xüsusilə dünyaya gəldi, hər nə oldu. Valideyn dəyişilməz bir varlıq olaraq öz yerində, öz mövqeyində, öz məqamında qorunulub saxlamalıdır. Həzrət Zəhra bunu öyrədir bizə. Deyir, nə olursunuz olun, nə qədər ömrünüzdən keçsin, hara gedirsiniz gedin, valideynə qarşı mehribançılığı unutmamalısınız. Növbətlərdə inşallah Allah ömür verər, növbəti məclislərimizdə sayarıq. Allahın bir Həzrət Zəhra ehtiramına günahlarımızı əfv eləsin. Bizi böyüklərimizə, xüsusilə valideynlərimizə qarşı mehriban eləsin. Bir dənə hədis deyim. Həzrət Peyğəmbər buyurur ki, bəzi övladlar var, valideynlərinin sağlığında yaxşı övlad olarlar, valideynləri öləndən sonra Allahın dəftərində onlar ağ valideyn sayılarlar. Bəzi övladlar var, valideynlərin sağlığında pis övlad olarlar, valideynləri dünyadan köçəndən sonra dəyişər Allah onları salih övlad yazar. Ya Resulallah, bunlar kimdir? Buyurdu ki, bunlar o övladlardılar ki, valideyn öləndən sonra onları yad eləyib eləməməklə fərqlənirlər. Valideyn həyatda olanda yaxşı övlad idi bu. Amma indi dünyadan köçüb onu yad eləmir. Onun üçün xeyr əməl eləmir. Peyğəmbər buyurur ki, valideyn dünyadan köçübsə, sən onu unutmursansa ağ valideynsən. Eyni zamanda deyir, valideyn olanda bəzən ağ valideynliklər eləyirdim, yaşayanda valideynlərin. İndi dünyadan köçüb çoxlu xeyir əməllər eləmsə, deyir, Allah sənin günahları bağışlayır və səni salih övladlardan yazır. Allah biz inşallah o övladlardan ki, Allah onlardan razıdır və salih övladlardan qərar verir, onlardan qərar versin. Övladlarımızı da inşallah salih övladlardan qərar versin. Bizi Həzrət Zəhra yolundan ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.